Danışan olar. Hə, indi uşaqlar sakit olun. Salam Əkbər, salam Ləman, necəsiz? Salam, yaxşı, necəsən? Yaxşı, sən necəsən? Bu gün Əkbər görməyə alışıq olmadığımız Kimin İki takipçimiz var. Bizim metod paralarımız gəlmir bugün və biz bugün Ona görə biz Ləmanla bar olmuşuq. Əkbərin mazgisini xarab eləyəcək adam Ləmandır. Ləmana bir alqış. Bu gün nə izləyəcəyimiz haqqında bir fikriniz var? Əsla yoxdur Abdullah. Heç bizə bu haqqda məlumat verilməyib. Yeni kadr. Bəli. Heç yoxdur da, heç inanırsan, sürpriz edəcək. Məncə maraqlı bir şey olar. Əslində yox idi, amma buradan görürəm. Deyəsən paranormal videolar izləyəcəyik. Və mən heç vaxt izləməmişəm. Həqiqətən qorxuram bu videolardan. Bu gün internetdə gördüyüm, doğru olduğuna inandığım 5 dənə paranormal video izləyəcəyik. Yalan elə. Saxlat da saxlat. Yox, demaz ki. Yəni saxlatdım. Budur. Qorxdun Ayşə. Başlayaq videomuza. Bu nədir bu? Aa. Bir şey keçdi oradan. Neyse, çok da korkmadım bundan. Biraz kurgu olduğunu inanırım. Şu bu. Kısa video bak, paranormal. Məncə şibetə Paranormal. inanmıram. Mən də. Özü kamera bunu çəkə bilməz məncə. Ümumiyyətlə bu saxtadır bu video, saxtaydı yəni. Aha, indi ikinci videomuzu izləyəcək. Heç qorxulu deyil idi. Bilmirəm, bəlkə də evdə olsa görsəm qapını belə döyürlər, gedib baxsam orada, yəni baxmağa cəsarət edəmərəm çünki bizim evdə uşaq mənəmdir. Yəni mən uşağam. Bir də yəni görsəm heç kim yoxdur, qorxaram. Qorxuram nədir? Altıma deyirəm. Bizim evdə olsa, bu səs gəlsə, mama deyəcək, Zülfiyə bir dənə get bax gör oradan səs gəlir ona. Belə yəni qorxulu deyil. İndi baxıram deyə qorxulu deyil. Bu videoya gecə bax. Mənə dəyməyən ilan min yaşasında bu dəqiq. Məncə fake'dir. Plus şeydir, orada bir şey keçdi də. Mən Instagramda reelslar da görmüşəm, belə yaşıl paltarlı geyinlər, yaşıl paltar görünmür. Hə, green screenlər görünür də, seçilir və burada açıq-aydın seçilirdi. Məncə elə bir şeydir, kurgudur. Belə şey olur, həmişə uşaqlar olur. Qorxmuş. İndi o yoxa çıxacaq ha, bu deyəcək, bu qaqaş, eyni qaqaşdır, Allah haqqı. Qardaşıdır ya, bacısı oğlu zatdır, qoyub ora, deyir ki, bunu elə. Sikiz olacaq sənə. Vso, Allah haqqı deyirəm, ya bacısı oğlu, ya da ki, nə bilim, qohumu zatdır, salıb ora, deyir ki, belə zat. Orada keçən kimi, orada keç. Yandırır onu. O var idi əvvəllər, knopka bastırdınız, kamerada dayanırdı. İndi var Fox falan eləyirdik belə. İndi var, basanda dayanır kamera. Hər də var. Ha, o mən balzan eləyirdim. Gəl ki, sehirbaz idim. Əlimi qoyurdum belə, videonu dayandırdım, qaldırırdım. Sizi də divardan keçirdik. Qaqaş 100% onu eləyib də, yəni. Videoda jumpscare. Bakmak istemiyorum. Ayda bunda qorxdum, qızardım. Ayda qıraqdan oğlan başını çıxardı və mən həqiqətən qorxdum bundan. O şey var ya, side-eye var ya, bir qıraqdan baxmaqla çox qorxuram onlardan mən. Bu da məncə fake idi. Çünki uşaqlar çox canlı görünür, adi uşaq kimi görünürlər. Deyəsən bir şey fikir verdim. Bunların evi deyəsən eyni yerdir. Bunları eyni yerdən götürmüsən bu videoları sanki. Ay yenə görürəm bu uşağı. Neyse tamam, heç nə də fakedir bu, inanmıram. Amma qorxuram. Git. Buna qərib yox. Hə, orada uşaq olur, gedirsən heç nə yoxdur. Hə, indi çatdı. Bax bu qorxulu nə yalan deyim. Bunu görsəm dəli olaram da deyirəm bu nədir? Bu kim doğurub gizlədib? Elə bilərəm kimsə doğurub gizlədib. Qorxaram bunu görsən. Amma əsas məsələ o qaz orada necə durur? Altı boşluq, heç nə yoxdur. Ay yox, ora palton yürüyün gələcəkdi. Nə bilim mən şey zatam. Evimizi təmin edib bizə çıxartmışdı. Xəzər səni memarı olur mu qorxuram? Mən bu kimi baxıb vuram. Buna görə nostaljik bir effekt vurularaq daha da belə
Şey oxşuyur bu. Aa, dedim nə. Sinister filminə oxşuyur. Onun səhnələrinə oxşuyur. Yahudilər o. Bu bir bir kitab var belə. Qorxul deyirəm, gülməli daha çox. Bunlar neyinirlər orada? Onu bunu. Bilirsən, kitab var. Burası adı yadımda deyil. Burada şey, vaxtla filan hamısı kostyumda gəzirdi. Məncə onu parodiya ediblər. Ayda mən Al. onu aç. Mən o adı bilməsəm indi dayanmayacağam, deyəcəm. Sən gözlə baxın başqa şeylər çıxdı. Hop, tamam. Ləma bu hərfin yazma da. Ayda adı kitab idi. Ayda mən telefonu verin zəhmət olmasa. Mamo. Mamo. Короче var. Mamo. Mamo idi. Mamo. Şey, kam kostyumda filan Mamo. giyirdi. Yəni çöldə gəzəndə bir adam var görmərsən axı, yəni. Artıq gülməli olur. Sadəcə mahnımı biraz qorxu eləyib. Bunlar şeydilər də, cəmaət. Ayda bunun çəkilişi gerçək görünür, qorxuram. Bunun çəkilişi çox gerçəkçidir. Bir də qaranlıq yola çıxamayacağam. Nəysə, bunlar adət almış, qaçmış. Daha çox adam. Bu nədir? Bu da fake. O neydi axırda? Üçüncü videoda fake görünür, amma o qədər adamı bir anda yığıb, gecə-gecə o videonu çəkmək falan baya fake görünürdü. Axırdakı dünyanın çıxanda çox gülməli görünürdü məncə. Neysə, bundan da qorxmadım çox. Haydi, hər videoda qorxmadım deyib, başlarda çox qorxuram. Çingiz. Həqiqətən Çingiz bizim qrupda bir də oğlan var. Bundan daha qorxulu maşın sürürlər. Amma içində bir də mahnı olur. Kara biberim. Bu gülməlidir. Bu maraqlıdır ba. Amma bu yəni məncə əvvəlcədən kurgulanıb. Bunu yolda Şeydir. kim məsələn maşın sürürsə ona qarşı eləsələr qorxar da. Yəni belə oy. Yox, bax geyik başı bütün ciddiyyəti şeydən alır. Yəni gülmə. geyiyi görəndə adam qorxmazlar. Geyik var, bilirlər ki, zarafat kimi bir şeydir. Amma əvvəlcədən kurgulandığı çox bəllidir. Adam qorxmazdı. Ya hamısı eyni paltarda, eyni sumkada olmadı. Bəyənmədim. Qorxulu deyil. Abdullah, mən niyə Elgizin videolarına çağırmadın? Layiq görülmədin ora. Sus Sən ha. Elgizin videosuna çağırmışıq, sən gəlməmişdin. Hə, mən xəstə idim şu an. Birinci videoda mən çağırmışdım. Başımıza heç paranormal olay gəlib. Başımıza paranormal olay. Yox. Gözə gəlmir oyun gəldi. Qorxursun. Məndə bir-iki dəfə olub çox balaca şeylərdir. Nə bilim belə evdə olarkən tək olanda belə qapının küncündə belə əl görmüşəm belə gedən falan. Sonra Yaxşı nə bilim. da. Bir də həmişə içəridə televizordan çaq deyə bir səs gəlir. Hə, o heç o, hə, o çox. Ya da Niyə heç kim olmayanda olur bunlar? ya da random nəsə adat Düşür. düşür hə. Çünki belə şeylərə inanmıram. Məncə kimin inanır onların başına gəlir, yəni bilmirəm. Hə, bir dəfə də şey olmuşdu. Evdə əynimi dəyişirdim. Otaqda tək idim. Çılpaq idim da belə deyək. Normal bir insan əynini necə dəyişir? Bir də arxadan isə belə səs gəlir. Dəqiqət təzəlim. Yaxşı da. Nə bir kimsə mənə gör, belə elədi falan. Belə. Sonra döndüm arxaya baxdım ki, bu nədir da la yəni. Onun heç kim yox idi. Buna даже prizriklər podkat edirlər. Yəni level. Mən çayım deyil idi o. Həqiqətən uşaq daha çox gəlib də. Bir dəfə yatanda itürürdü və belə ayılmışdım, rayondaydım, yerdə yatmışdım. İtürürdü və belə ayılmışdım, gözümü açmışdım, başımın üstündə küçüyü var idi, hürürdü yəni. Amma həmin həyətdə küçüyü falan yoxdu. Onda bir qəribə idi. Və elə bir şeydi ki, o an qorxmamışdım, başımı qoyub yatmışdım. Səhər soruşdum ki, bəs evə küçüyü girib dedim. Onun üçün bizdə küçüyü yoxdur. Yəni it var amma çox böyükdür. Yəni onda məsələn səhər qorxmuşdum ki, o nə idi? Çox da qorxulu deyil əslində. Bəlkə də yatırdım deyə mənə elə gəlib. Gecə saat 4 saat olardı. Biz də bacımla eyni kravatda yatırdıq da. Mənim yatdığım yerin yanında da pəncərə var, amma pəncərə çölə baxmır da. Yəni qonaq otağına baxırdı. Gözümü açdım, riski baxdım ki, pəncərədən qara bir şey mənə baxır. Elə bildim bacımdır. Bu tərəfə baxdım, bacım yoxdur. Dedim yəqin gedib otaqda nəsə oradan nəsə götürür də. Sonra biraz keçdi, baxdım, gördüm yanımdadır. Qaldırdım, dedim dur gedək baxaq. Getdik, baxdıq. Səhər oyandım, dedim səni qaldırdım, belə-belə oldu. Xəbərim var idi, dedi yox. Yuxulu yatıb da. Ayda bax bunlara inanıram. İnanıram dediyim bunlar fake deyil və qorxulu görünür. Donc là, on va voir qu'elle va se faire soulever. Donc on peut voir qu'elle est vraiment en l'air, vu qu'on voit ses jambes qui balancent dans le vide.
Voilà, et là on a une nouvelle scène, c'est que les trois jeunes filles Cin sont en train de çağırırlar jouer aux bunlar. cartes. Et là vous allez voir que ce qui va se passer va vraiment vous faire peur. Donc regardez bien la petite fille vers le bas. Ay da ismi Ürfer. On va voir qu'elle va se faire pousser vers l'avant. Et là elle va se faire Fransız tirer par la kanalından jambe. götürmüşsən. Elle essaie de se faire Çox saçma olur. Là les deux jeunes filles Ay bu gerçək vont deyil. partir dans leur champ. Yəni uşaqlar da aktyorluğu, yəni bir Oscar. Uşaqlar baba aktyorluq edirlər. Yəni. Buna bax. Dites-moi ce que vous pensez de cette vidéo, si pour vous elle est fake ou réelle. Yəni də. Kafenin üstündə oynamazsan da, yəni kart gedib divanda keş rahat oturub oynayırsan. Ona görə krudo. Ya Burak, nereden buluyorsun bunları ya? Peki çox yaxşıydı da. Tansı, biz bak. Hə. Sen gelmemiştin daha. Ama yeni olsun da. Onun ikincisi gelsin, sizi şakadan like edin. Ay bu videoda gerçək deyildi. Digər ki uşağın reaksiyaları heç gerçəkçi görünmürdü. Heç real deyildi. O necə qorxmaqdı. Ay deyim qaçınlar. Amma mən indi qorxuram, səsdən falan qorxuram. Məncə tualeti gəlir o. Qorxuldu mu, qorxul deyilmi bilmirəm. Yəni evdə bacımla işləşməklərimiz oxşayır ya. Məncə də yəni biri girib tualetə, o birisində tualeti gəlir ki, çıx otaqdan. Məncə Qazaxdakı Novruz bayramına gəlsən daha qorxulu şeylər ola bilər. Oğlanlar qadın paltarı geyinir, küçə-küçə ev-ev gəzib, müxtəlif oyunlar və zarafatlarla sakinləri əyləndirirlər. Maraqlı adət Novruz bayramının sonuncu günü Qazağın Yuxarı Salahlı kəndində yaşadılar. Uşaqlar, Qazaxdakı Novruz bayramına getməyimizi istəyirsinizsə 200-lər. Yəni belə də, yəni çox da qorxmadım. Mən düşünürüm ki, qorxacam da o şey qışqıracam falan, amma belə də. Yox. Amma hamısı kendini kurbu. Kanala abunə olmaq, like atmaq, bir də yeni Instagram səhifəsi açmışıq. Onu da izləməyi unutmayın. Hə, TikTok səhifəmiz də var, unutmuşam onu. Hər nəysə uşaqlar, bu günlük bu qədər. Like atıb komment yazmağı unutmayın. Həmçinin bizi Instagramdan və TikTok səhifəmizdən takip edə bilərsiniz. Düz deyir.